Salam, hörmətli izləyicilər. Yenə də sizlərlə birlikdəyik. Bu gün də ümidvaram çox maraqlı söhbətlərimiz olacaq. Çox suallara cavab verəcəyik. Eşitmə cihazları, ümumiyyətlə eşitmə barəsində, eşitmə sahəsinə aid olan sualları cavablandıracağıq və ümidvaram ki, maraqlı bir çəkiliş olacaq. Və Samir bəy salamlayıram. Samir bəy, xoş gördük sizləri. Xoş gününüz olsun. Təşəkkür edirəm, minnətdaram. Mən də inşallah ki, maraqlı mövzularda danışarıq. Yenə bizə baxan tamaşaçılar da faydalanarlar, yəni bu mövzulardan. Bəli, Samir bəy, istəyərdim ilk sualımız, ilk mövzumuz bu barədə olsun ki, gənclərdə eşitmə zəifliyi və gənclərdə eşitmə problemləri ilə qarşılaşırıq son zamanlar. Bunun səbəbləri və bunlardan necə qaçına bilərik, necə xilas ola bilərik, bu barədə istəyərdim danışasınız bizim. Gənclərdə eşitmə zəifliyi nəinki gənclərdə, uşaq yaşlarından başlayaraq eşitmə zəifliyinə səbəb olan amillərdən biri də qulaqçıqların istifadəsidir. Çox istifadəsidir. Yəni həddindən artıq çox istifadəsidir. Bugün günümüzdə görürük də. Yəni bütün günü yolda istifadə eləyirlər, işdə, dərsdə, hardasa. Yəni bu qulaqda həm virusların sayını artırır. Yəni söhbət kiçik qulaqçıqlardan gedir. Belə deyək də, naushniklərdən gedir, qulaqçı naushniklərdən gedir. Həm də uzun müddət qaldıqda havasızlıq yaradır. Qulaq tərləyir və yaxud göbələk düşmə riskini artırır qulaqda. Ona görə də biz bu mövzular haqqında mən yenə çox danışmışam bunlar haqqında və səs səviyyəsinin 60%-dən çox olmamaq şərti ilə mən həmişə deyirəm ki, istifadə eləsinlər. Ki, çoxsu da heç ona əhəmiyyət vermir. Yüksək səslə musiqi dinləyirlər, ara vermədən musiqi dinləyirlər. Mən hətta videolarımda deyirəm, bu arada qulaqçıqlarla bağlı videonu daha ətraflı baxmaq istəyirsinizsə, yuxarıdakı linkdən tıklayaraq baxa bilərsiniz o videoya. Yəni, aralıqsız istifadə edirlər. 7 saat, 8 saat, hətta 10 saata qədər istifadə edirlər. Bu da qulaqda sensanevral tip, yəni sinir mənşəli eşitmə itkisinə gətirib çıxardır. Təbii ki, bu da geri dönüşü olmayan problemlər yaradır. Yəni, artıq biz bilirik ki, sinir mənşəli eşitmə itkisinin müalicəsi də yoxdur. Keçid eləməlidir nəyə? Eşitmə cihazına. Ona görə də ilk növbədə mən həmişə deyirəm ki, gənclər, uşaqlar qulaqçıqlardan az istifadə eləsinlər. İş şəraitimiz elədir ki, məcburuq istifadə eləməliyik. Ən azından böyük qulaqçıqlardan istifadə eləsinlər. Yox, istifadə eləyə bilmiriksə, yenə də saatda heç olmasa 5 dəqiqə, 10 dəqiqə çıxarıb qulağa istirahət versinlər, qulaq dincəlsin, ondan sonra təkrardan taxsınlar, yəni cəlmə versin. Yəni, başlıca səbəblərdən biri budur. Sonra indi o qalan səbəblər, indi başlarını yuyurlar, çıxırlar, soyuq dəymədi falan filan. Onlar daha uzun müzakirə eləmək və daha uzun proses nəticəsində. Yəni, amma birbaşa təsir eləyən qulaqçıqlardır, yəni onu biləsiniz. Yəni, qulaqcıqdan təlimat üzrə istifadə etməmək eşitmə cihazına həmin gəncləri möhtac edə bilər. Yəni, onlar belə potensial eşitmə cihazı istifadəçidirlər, demək olar, istifadəçisə çevirə bilərlər. Növbəti bir sualım bu barədədir ki, eşitmə itkisi var bəzi insanlarda, amma onu qəbullanmırlar sanki. Onlarda belə deyək, bunun psixoloji səbəbləri mi deyək, yoxsa başqa bir səbəblər, bir komplekslər var onlarda. Bunu qəbullanmırlar. Onlara necə bir tövsiyələr verə bilərik? Və yaxud qəbullanmamağının səbəbi nədir? Onlarla da bağlı mən açıqlama verə bilərəm. Mən həmişə misal gətirirəm. Mən xoşlayıram ki, nəyəsə qarşılıq onun anlayacağı dildə, pasiyentlərin başa düşəcəyi dildə misallar gətirim. Loru dildə misallar çəkmək istəyirəm. Deyirəm ki, gözü zəif görən insanlar o vaxt, yəni bir hardasa 15-20 il bundan qabaq zəif görəndə, iynək taxanda ətrafdakılar onlara lağ eləyirdi. Dörd göz deyirdilər, açqarik deyirdilər, nə deyirdilər. İndi günümüzdə elə bir hal gətirib çıxardıb ki, yəni vəziyyət çıxardıb ki, gözü görən də taxır, görməyən də taxır. Yəni aksesuar kimi də istifadə edən var. Bu günəş şüalarından qorumaq üçün də istifadə edənlər var. Komputer şüalarından da qorumaq üçün istifadə edənlər var. Yəni artıq günümüzdə eynəklər heç kim özünə kompleks eləmir. Bu da belədir. Yəni çox yayğın olmadığına görə eşitmə cihazları. Pasiyent düşünür ki, eşitmə cihazı taxaram, birdən mənə lağ eləyərlər. Birdən deyərlər ki, eşitmir, kardır. Mən həmişə deyirəm ki, həqiqətən, yəni sən eşidirsənsə, sənə heç kim kar deyə bilməz. Yəni sən eşitmə aparatını
eşitmək üçün taxırsansa ki, 100% eşidirsən də, düzdürmü? Sənə niyə lağ eləyib desinlər ki, filan kəs kardır? Xeyr, o onların beynində quraşdırdığı bir şeydir. Hə, tamam. Qulaq arxası istəmirsənsə, görünməyin özünə kompleks edirsənsə, qulaqçı cihazlar var da günümüzdə. Ondan istifadə edə bilərsən. Ona görə də düşünürəm ki, yaxın 5-10 il ərzində yəni bu problem tam aradan qalxacaq. Yəni Türkiyədə artıq bu problemi kompleks halına gətirməmək üçün, yəni insanların o utanmamaq üçün inandırım sizi ki, hətta onların bir serialı da var, adını da yadımdan çıxıb deyərəm sizə sonra. Netflixdə hətta o serial nümayiş olunmuşdu ki, orada baş rolda gedən karakter, o aktyor eşitmə cihazından istifadə edir, özü də qulaq arxası eşitmə cihazı, cavanda oğlandır. Yəni bu proseslər dünyada gedir. Yəni bunların da hamısını, yəni sırf eşitmə cihazından utanmamaq üçün, yəni kompleks yaşamamaq üçün istifadə eləsinlər deyənə, yəni bu mövzuda geniş işlər aparılır. İnşallah Azərbaycanda da günümüzdə bu problem əgər yaşanırsa pasiyentlərdə narahat olmasınlar. Heç kim onlara heç nə deyən deyil. Kompleksləri yaranmasın. Yaranırsa belə, yenə deyirəm, qulaq içi eşitmə cihazları var. Rahatlıqla görünməyən eşitmə cihazlarından istifadə edə bilərlər. Burada da belə başa düşürük ki, yəni insanlar maariflənməlidir. Belə bu cihazı artıq normal qəbul etməlidir cəmiyyət ki, yəni bu eşitmə itkisi olan bir insan üçün zəruridir. O da eşitmək onun haqqıdır və bu təbii bir haldır ki, eşitmədə nöqsan olan bir insan cihazdan istifadə etməlidir. Yəni eşitmə cihazı gəzdirmək, eşitmə cihazı istifadə etmək sənin üçün problemə çevrilməməlidir də. Sən əksinə sən onu taxıb daha gözəl eşidə bilərsən. Yəni dünyanı daha da gözəlləşdirə bilərsən, rəngləndirə bilərsən. Ona görə də bu gözəllikdən özlərini məhrum eləməsinlər. Bu yəni səslərdən. Bəli, əlbəttə ki. Bu bir üstünlükdür, bir rahatçılıqdır ki, sən eşitməyi bərpa edirsən yəni. Aha, bir də belə bir zəncirvari sual yaranır ki, insanlar ki bu problemləri yaşayırlar, eşitmə itkisi var onlarda. Onlar sosial həyatda hansı problemlərlə üzləşirlər? Onlar üçün hansı maneələr yaranır, hansı çətinliklər törənir? Bu da çox gözəl sualdır. Elə bir neçə gün bundan öncə bir pasiyent, yaşlı bir pasiyentim yaxınlaşmışdı. Mən izah edirəm ki, bəs eşitmədikcə sözləri təkrarladırsınız, televizorun səsini artırırsınız və yaxud deyirəm ki, ünsiyyətə girməkdən çəkinirsiniz. 2-3 nəfər danışanda deyir, nə danışırsan deyir. 2-3 nəfər danışanda görürəm ki, eşitmirəm. Ümumiyyətlə oradan aralaşıram. Yəni uzaqlaşıram. Bəli. İlk növbədə sosiallaşma. Yəni sosial mühitdən özünü təcrid edir bu adam. Bəli. Eşitmədikcə özdə stressə düşürlər. Əsəbləşir. Bəzən həssas adamlarda təzyiq yüksəlir, şəkər yüksəlir. Bu bir. İkincisi, bir dəfə sözü təkrarladır, ikinci dəfə sözü təkrarladır, üçüncü dəfə utanır o sözü təkrarlatsın. Çünki qarşı tərəf də bezir. Nə qədər təkrar atmaq olar? Eyni şeyi neçə dəfə demək olar? Bax, bu iki, yüksək səslə televizora qulaq asırsa, bir verilişə baxırsa, ətrafdakılar narahat olur. Bax, bu ayrı bir problem. Bir də taxmadıqca eşitməsi daha da ağırlaşa gedir. Bax, bu problemləri gətirib çıxardır. Sosial həyatında bu kimi narahatlıqlar doğurur, bu kimi problemlər də olur. Ona görə də gizlətməsinlər, eşitmə itkisini ertələməsinlər. Əşi gedərəm, əşi müayinədən keçərəm, əşi belə, əşi elə. Yəni vaxt tapdıqları anda, heç vaxt tapdıqları yox, qısa bir zamanda eşitmə müayinəsindən keçib bilsinlər ki, hansı qulağında neçə faiz eşitmə itkisi varmı, yoxmu bunlar haqqında. Yəni ən qısa zamanda bu məsələyə ciddi yanaşıb, məsuliyyətlə yanaşıb, yəni lazım olan prosedurları həyata keçirməlidirlər. Əks halda yəni eşitmələri tamamilə aradan gedə bilər və artıq heç bir cihaz və heç bir metod onlara kömək edə bilməyəcək. Bəli, Samir bəy, çox faydalı və zəruri olan məlumatlar əldə etdi tamaşaçılarımız. Növbəti bir sual, keçən podkastımızda da olan mövzular əsasında, belə deyək, oradakı mövzuları yenidən toxunmaq, yenidən qayıtmaq, oradakı yarım qalan hissələri istəyirik sual formasında sizə ünvanlayaq. Və sual bundan ibarətdir ki, eşitmə cihazı istifadə edən şəxsin neçə cihazı olmalıdır?
Keçən podkastımızda bəli bu sual yarımçıq qalmış. Dedim, hətta istəsəz gələn mövzularda bunlar haqqında geniş danışarıq, ətraflı danışarıq. Əslində eşitmə cihazı istifadəçisinin iki cihazı olmalıdır. Düzdür, bu həm də imkanla bağlı olan bir şeydir. Biz həmişə deyirik ki, əgər hər iki qulağınızda eşitmə zəifliyi varsa, eşitmə cihazı iki qulağın ikisinə də taxılmalıdır. Amma imkanla bağlı çox adam bir qulağa götürür, eşitmə cihazını alır, istifadə edir, amma cüt cihaza qulağa taxılmalıdır. Yox, əgər bir qulağında eşitmə zəifliyi varsa, birini taxırsa və yaxud iki qulaqda eşitmə cihazı istifadə eləyirsə, iki qulağına da eşitmə cihazı taxırsa, dəyişəkli iki dənə cihaz olmalıdır. Yəni imkanı, yenə deyirəm, bunlar hamısı imkanla bağlıdır. Çünki bu eşitmə cihazı belədir ki, elektronik bir əşyadır. Anidən sıradan çıxa bilər. O qədər başımıza gəlib, düşüb əlindən yerə sınıb, düşüb əlindən yerə qalıb ayağının altında, qalıb cibində, paltar yuyan maşında yuyulubdur. Bir zərbə nəticəsində dəyib və yaxud su dəyib, dəstəmaz alanda, namaz qılanda, su əl-üzünü yuyanda su təmas eləyib, yəni sıradan çıxıb. Yəni o cihaz texniki baxıma gedən zaman qulaq boş qalmasın deyənə, pasiyent o səslərdən məhrum olmasın deyənə, ən azından yəni bir cihazda onun gözləməlidir, ehtiyat olaraq saxlamalıdır. Ən çox da deyək ki, təqaüdçülər idarə eləyə bilərlər bir təhər, bir həftə, 10 gün və yaxud biraz yaşlı adamlar. Amma iş adamları üçün, biznesmenlər üçün, daim hərəkətdə olan insanlar üçün, yəni ünsiyyətdə olan adamlar üçün bu şərtdir ki, Allah eləmək, başına bir iş gəldiyi zaman növbəti cihazı istifadə edib o problemli cihazı təmirə göndərə bilsin, servisə göndərə bilsin. Bəli, çox gözəl. Bunu da anladıq. Yəni ehtiyat cihaz olması yəni yaxşı bir üstünlükdür, gözəl bir üstünlükdür, amma bu yenə də sizin maddi imkanlarınıza bağlı olan bir haldır. Çox səs-küylü yerlərdə işləyən insanlar var, yaxud gündəlik məsələn nəqliyyat vasitələri, metrodur, çox səs-küylüdür, yaxud digər işlər var ki, orada səs-küylü bir sferada onlar çalışırlar. Toylar olsun, orada yüksək səs gücləndiriciləri var, səs-küy çoxdur. Burada olan insanlar hansı təlimatlara riayət etməlidirlər, yaxud o üzərində eşitmə itkisi hiss edirlərsə dərhal cihaz üçün müraciət etməlidirlər, yoxsa hansı bir prosedurlardan keçməlidirlər? Bu halları yaşayan insanlar, sonradan da bizim pasiyentlərimizə çevrilən insanlar bunun fərqində olmurlar. Eşitmə zəifliyi olduğunun, çünki kontroldan keçmələrini deyirik, 6 ayda bir, ildə bir dəfə bunlardan keçmirlər. Deyir, başına gələndən sonra bilir, məlumatda olur bu problem haqqında. Bizim o qədər bu toyda, musiqi sferasında, zərb alətlərində ifa eləyən o qədər pasiyentlərimiz var ki, bütün günü güclü səsə, yüksək səsə məruz qalan insanlardır. Hansı ki, dayanmadan 4 saat, 5 saat, 6 saat bu səsə məruz qalır və hər gün. Bu da istər-istəməz səsə məruz qalan qulaqlarda o da sensorinevral tip eşitmə itkisi yarada bilir. Nəinki o, yüksək səsdə işləyən, bizim dənizçilərdə daha çox olur. Yəni aylarla gedirlər, onlar qalırlar. Bütün gün dalğanın səsi, yüksək səs. Ona görə yəni bu tip, bir də ən çox bizdə müəllimlərdə də olur. Peşə xəstəliyidir. Bütün gün uşaqların səsi, əsəb, strep, təzyiq. Bax bunlar nə qədər biz desək də ondan qaçmaq olmur. Yəni yüksək səsə məruz qalmamaq üçün dərzilərdir, dulusçulardır, sənətkarlardır. Bax onlar ən azından qulağı qorumaq üçün o səs keçirtməyən qulaqçıqlardan istifadə edə bilərlər. Səs keçirtməyən qulaqçıqlardan istifadə etsə, qismən də olsa bu problemi biraz gecikdirir deyək. Yəni bu problemi heç yaratmır deyil də, qismən də olsa bu problemi qulağı qorusalar, məsəl üçün deyim ki, 2-3 ilə yox, 5 ilə, 10 ilə, 15 ilə daha da uzun müddətdən sonra yarana bilər onların eşitmə zəifliyi. Amma qulaqçıqlardan istifadə eləsələr, ən çox da yüksək səsdə işləyən insanlar, səsə məruz qalan qulaqlar, bu tip zəifliklər yəni gec yarana bilər. Çox təşəkkür edirəm sizə. Bəli, bizə aydın oldu ki, belə səsli küylü yerlərdə çalışan insanlar, belə işlərə
belə işlərdə çalışan insanlar vaxtaşırı eşitmə müayinəsində həyata keçirməlidirlər. Eyni zamanda müxtəlif qoruyucu ləvazimatlardan istifadə etməlidirlər ki, eşitmə itkisini yaranma mərhələləri geciksin. Yəni yardımçı olaraq, onlara köməkçi olaraq bunlardan istifadə etməlidirlər. Ümidvaram bu çəkilişimiz də, bu podkastımız da çox faydalı oldu izləyicilərimiz üçün. Samir bəyə özəl minnətdarlığımızı bildiririk və əgər yenə suallarınız yaranarsa, şərh bölməsinə yazmağı unutmayın. Eyni zamanda videomuzu bəyəndinizsə kanala abunə olub like qoymağı unutmayın. Təşəkkür edirəm Samir bəy, minnətdaram. Mən təşəkkür edirəm. İnşallah ki, faydalı olar. Bu da bizim izləyicilərimiz üçün. Yenə sizin sözünüzə qüvvət, suallar yaranarsa, şərh bölməsində bizə ünvanlasınlar. Növbəti videolarımızda və elə şərh bölməsinə mütləq şəkildə cavablandıracağıq bu sualları. Təşəkkür edirəm, var olasınız.